Hövsanda Mida 2 yaşayış kompleksində su borusu partlayıb. Borunun partlaması nəticəsində su kəsilib. Ərazidə işlər aparılır, amma suyun verilməsi bərpa olunsa da problem tam formada aradan qaldırılmayıb. Vəziyyəti siz də izləyin. Binada vəziyyət belədir. Mən heç nə deməyəcəm. Kadrlar danışacaq. Suraxan rayonu Hövsan qəsəbəsində yerləşən Mida 2 yaşayış kompleksində bugün səhər saatlarında su borusu partlayıb və hazırda bəzi binalara suyun verilişində fasilələr yaranıb. Hazırda isə işlər davam edir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları da hazırda iş başındadılar. Sakinlər bugün su ilə bağlı xeyli çətinliklər yaşayıblar, amma deyirlər ki, bu hal ilk dəfə deyil yaşanır. Çünki tez-tez su borusu partlayır ki, bu da çətinlik yaradır. Səhər-səhər gəlmirdi, su borusu partladığına görə və su borusu demək olar müxtəlif yerlərdə ayda bir dəfə partlayıb və bir-iki yerdə torpaq çökməsi olub. Torpaq çöküb, su partlayıb, torpaq çöküb də oradan kimsə gəlsə, xəsarət yetirə bilərdi kiməsə. Bundan üçüncü dəfədir ki, bizdə su problemi yaranır. Belə də yəni ki, çətindir. Bina evidir, düşüb, məsələn, körpə uşaqlı evdir, düşüb həyətdən, məsələn, götürmək olmur. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, ərazidə xəttin təmir işlərinə başlanılıb. Borunun partlaması səbəbinə gəldikdə isə İşlər podratçı şirkət tərəfindən həyata keçirilir. Həmin işlər İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin fəaliyyət sferasına aid deyil. Nə diametri, nə onun materialı, nə keyfiyyəti uyğun gəlməyən bir materialdan çəkiblər. Araşdırmalar da aparılır. Kilometrlərlə bir məsafədə xətt dəyişməlidir. Gündəmdədir bu məsələ və investisiya layihələrinə uyğun olaraq 2040-cı il Bakının baş planına uyğun şəkildə o işlər görüləcək. Ümid edək ki, tez-tez yaşanan bu problemə bir dəfəlik son qoyulacaq.